Ukrayna prezidenti Zelenski The Atlantic nəşrinə müsahibə verir. Və yenə də aləmi qarışdırır. Onsuz da Ukrayna kifayət qədər ağır vəziyyətdədir. Onsuz da onun müttəfiqləri günü-gündən azalmaqdadır. Yardımlar azalmaqdadır. Müəyyən Zelenskinin davranışından narazılıqlar artmaqdadır. Və təbii ki, belə məqamda dövlət başçısı da mümkün qədər narazıların sayını artırmamalı və Rusiyanın əlini gücləndirməməyə çalışmalıdır. Ancaq Zelenski öz ampulasındadır. Yenə də örtülü şəkildə də olsa Amerika Birləşmiş Ştatlarını və onun lideri Trump'ı tənqid edib. Deyib ki, Trump qısa müddətdə sülhə nail olmağa çalışır. Onun əsas məqsədi budur. Ukrayna isə ədalətsiz sülhə getməyəcək. Onu da deyib ki, Ukrayna ədalətsiz sülhə getməyəcək, eyni zamanda məğlub olmayacaq. Ancaq Zelenski bir şey anlamalıdır ki, Ukraynanın ədalətsiz sülhə getməməsi üçün məğlub olmaması kifayət deyil. Ukrayna qalib gəlməlidir. Ukrayna öz ərazilərini azad etməyə başlamalıdır ki, Rusiyada, Amerika Birləşmiş Ştatları da öz mövqelərini dəyişdirə bilsinlər. Çünki onların arasında artıq məşhur Alyaska razılaşması var, Anchorage formulu deyilən bir razılaşma var və bu razılaşmaya görə Zelenskidən Donbası tamamilə tərk eləmək tələb olunur. Zelenski hələ müqavimət göstərir. Ancaq Amerika Birləşmiş Ştatlarının danışıqlarda iştirak edən nümayəndələri onu da bəyan edirlər ki, hətta Trump da bir neçə dəfə bu məsələni dilə gətirib. Zelenski komandası, onun bəzi aparıcı üzvləri fərqli mövqe tuturlar. Yeri gəlmişkən elə Zelenskinin prezident seçkilərində əsas rəqibi olacaq General Zaluzhny da sülh sazişinə getməyin zəruri olduğunu deyir. Və müəyyən məsələlərlə bunu əsaslandırır və onun tutduğu mövqedə də kifayət qədər mübahisəli məsələlər var ki, bu barədə ətraflı danışmağa ehtiyac var. Hər halda növbəti həftə Cenevrədə danışıqlar başlayacaq. Çox güman ki, arzulanan nəticə olmayacaq, ancaq vaxt daralır. Amerika Birləşmiş Ştatları yaya qədər bu məsələni həll edib qurtarmaq istəyirlər. Çünki ilin sonunda, noyabr ayında aralıq seçkilər var Konqresə və Trump bütün gücünü bu kampaniyaya sərf etmək istəyir ki, ən azından məğlubiyyət çox ağrılı olmasın. Çox böyük ehtimalla təbiidir ki, Trump həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldən verəcək. Ancaq bu seçkilərin nəticəsi bütövlükdə Trump'a ciddi problemlər də yarada bilər ki, o da bunun qarşısını almaq üçün mümkün qədər Ukrayna müharibəsini tez başa çatdırmaq istəyir. Və Trump'ı həvəsləndirmək üçün ortaya bir layihə də atılıb Rusiya tərəfindən. Təqribən 12 trilyonluq bir layihədir və təbii ki, söhbət biznesdən gedəndə Trump başqa məsələləri çox təəssüf ki, düşünmür. Ədalət axtarışına qətiyyən çıxmaq istəmir ki, bunu Zelenski tələb edir ki, yanaşma ədalətli olsun. Ancaq beynəlxalq münasibətlərdə hələ 90-cı illərdə Ulu Öndər Heydər Əliyev deyirdi ki, beynəlxalq münasibətlərdə ədalət yoxdur. Çox təəssüf ki, Zelenski hələ bunu anlaya bilməyib. Öz müttəfiqlərini, yaxud müttəfiq ola biləcək dövlətlərin liderlərini tənqid etməklə məşğuldur. Və bu da təbiidir ki, Ukraynaya indiyə qədər də problemlər yaradıb. Çox güman ki, bundan sonra da Ukrayna çoxlu
problemlər yaradacaq.